Salam əziz dostlar, dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün Fransanın Strasburg şəhərindən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasından sizləri salamlayıram. Bugün 9 aprel tarixi Aşmanın yaz sessiyasının 3-cü günüdür və 3 gündür ki, burada maraqlı və gərgin müzakirələr davam edir. Azərbaycanla bağlı hər hansı bir ciddi müzakirələr müşahidə edilməyib. Sadəcə Almaniyadan olan deputat Frank Schwabe öz çıxışında Azərbaycanla bağlı müəyyən tənqidi fikirlər səsləndirib və iddia edib ki, Azərbaycan hakimiyyəti Aşmanın bəzi üzvləri olan deputatlara rüşvət qarşılığında Azərbaycanın xeyrinə qərarlar çıxarılmasına nail olub və bu daha sonra Aşma daxilində həmin deputatlarla bağlı rüşvət araşdırmalarına gətirib çıxarıb. Bugün əsas müzakirə olunan məsələ Türkiyədəki insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı idi. Belə ki, 9 aprel tarixində Aşmanın yaz sessiyasında ayrıca müzakirələr baş tutdu və bu müzakirələrin əsas mövzusu İstanbul Şəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlu'nun həbs edilməsi və bunun ardınca Türkiyədə davam edən etiraz aksiyaları, Türk polisinin etirazçılara qarşı tətbiq elədiyi zorakılıq və həbslərlə bağlı idi və bu müzakirələr kifayət qədər gərgin keçdi. Çıxış edənlərin böyük əksəriyyəti Türkiyəni sərt şəkildə tənqid elədilər, AK Parti iqtidarını sərt şəkildə tənqid elədilər və son aylar, son həftələr ərzində Türkiyədə həbslərin çoxaldığını, söz və ifadə azadlığının məhdudlaşdırıldığını və ən əsası da İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğlu'nun əvvəlcə diplomunun etibarsız hesab edilərək ləğv edilməsi və daha sonra da Əkrəm İmamoğlu'nun həbs olunması Avropalı parlamentarlar arasında ciddi narazılığa səbəb olub və çıxış edənlərin böyük əksəriyyəti, demək olar ki, hamısı Türkiyə iqtidarını sərt şəkildə tənqid elədilər və burada bir neçə maraqlı məqam mənim diqqətimi cəlb elədi. Belə ki, Yunanistandan və Rum Kiprindən olan deputatlar öz çıxışlarında bu məsələni tənqid etməklə yanaşı, eyni zamanda Şimali Kipr məsələsini də gündəmə gətirdilər və belə iddia elədilər ki, Türkiyə dövləti, Türkiyə Cumhuriyyəti öz ölkələrinin vətəndaşının insan haqlarını təmin edə bilmirsə, demokratiyanı təmin edə bilmirsə, Şimali Kiprin gələcəyi sual altındadır. Təbii ki, bu Yunanistandan olan deputatların bir qərəzli yanaşması idi və Türkiyədə son həftələr ərzində yaşanan hadisələri fürsət bilib Türkiyəyə qarşı ənənəvi kinini və nifrətini ifadə edirlər. Təəssüf hissi doğuran məqamlardan digəri də Türkiyədən olan bəzi deputatların, yəni Türkiyənin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyətinin tərkibində Cumhuriyyət Xalq Partisindən və İyi Partidən olan bəzi millət vəkillərinin öz çıxışlarında Türkiyəni, yəni öz ölkələrini sərt şəkildə tənqid etmələri oldu ki, bu da təbii ki, təəssüf hissi doğurur. Çünki hər bir ölkənin daxilində baş verən yaşananlar, baş verən hadisələr ölkə daxilində siyasi qüvvələr tərəfindən həll olunsa daha yaxşı olar. Beynəlxalq platformalarda gəlib öz ölkəsini, öz vətənini, öz dövlətini müdafiə etmək və öz ölkəsinə qarşı səslənən bəzi qərəzli çıxışlara cavab vermək əvəzinə həmin çıxışlara dəstək vermək təəssüf ki, qardaş ölkə Türkiyə adına təəssüf hissi doğurur. Azərbaycan nümayəndə heyəti bilirsiniz ki, artıq bir ildən artıq müddətdir ki, Avropa Şurası Parlament Assambleyasının iclaslarına qatılmır. Aşpadakı nümayəndə heyətimiz 12 aylıq müddətə Aşpadan uzaqlaşdırılmışdı və rəsmi Bakı qarşısında müəyyən şərtlər qoyulmuşdu. Azərbaycan tərəfi bu şərtləri yerinə yetirmədiyi üçün artıq faktiki olaraq Azərbaycan nümayəndə heyəti Aşpanın iclaslarına qatılmır və burada belə bir qayda var. Hansı bir ölkənin nümayəndəsi Aşpanın iclaslarına qatılmırsa, həmin ölkə ilə bağlı
ayrıca dinləmələr, ayrıca müzakirələr keçilmir. Çünki həmin ölkədən olan deputatların iştirakı vacibdir. Hələlik çatdıracağım bu qədər. Aşpanın yaz sessiyası hələ cümə gününə sonuna qədər, yəni 11 aprel gününə qədər davam eləyəcək. Növbəti 48 gün ərzində nələr müzakirə ediləcək, nələr yaşanacaq, onları da qısa video müraciət formasında sizlərə çatdırmağa çalışacağam. Hələlik özünüzə yaxşı baxın, Allah amanında.